Bir dönəm Peyğəmbər də Allah vəlisi, bir dönəm Əli idi Allah vəlisi. Bir dönəm Peyğəmbərlə mübarizə aparıblar, bir dönəm Əli əleyhissalamla mübarizə aparıblar. Bədirdə Peyğəmbərlə mübarizə apardınız, indi gəlmişsiniz Siffeyndə məsələn mübarizə aparırsınız. Heç nə dəyişilməyib, adınız dəyişilib. Küfürdən küfür libasını çıxartmışsınız, nifaq libasını giyinmişsiniz. Niyə görə? Peyğəmbərə ki, Peyğəmbərliyi verir, gəlib Ərəb yarımadasındadır, ələ ilk öncə Məkkədədir. Bunlar Peyğəmbəri qəbul eləmirlər. Nə baş verdi? Ələl-xüsus Qureyşdir yanıra Peyğəmbərin qabağında. Qureyş çox nüfuzlu idi. Onlar dayanmasaydılar Peyğəmbərin qabağında, başqa qəbilələr də ona baxıb fikirlərini dəyişə bilərdilər. Amma bu Qureyş əsasən dayanır Peyğəmbərin qabağında. Səbəblər nə idi? Siyasi, sosioloji, ictimai, ideoloji səbəblər var. Mövzu bir dənə deyil. Müxtəlif səbəblər var. Ki, bunların hamısı gələcək söhbətimizdən əlaqəlidir. Onlardan birinci səbəbi bu müşriklər, çünki o Ərəb yarımadasında yaşayanların çox qismi müşrik idi. Müşrik idi, bütpərəst idi. Bir qismi Yəhudi idi, az bir qismi Xristiyan idi, az bir qismi isə qəbul eləmirdilər Allahı, yuhlikunət dəhir deyirdilər, ateist idilər, belə deyək. Bir də hənif o dini, belə deyək. Hənif dini nədir? İnşallah izah eləyərik ki, Peyğəmbərin bilirsiniz ki, əcdadı, o atası, babası, o hənif, yəni müvəhhid idilər, tohidi dünya görüşlü idilər, tək Allahlı idilər. Yaxşı, bu müşriklər dayanıblar Peyğəmbərin qabağında. Bu Qureyş dayanıb Peyğəmbərin qabağında. Birinci səbəb bu idi ki, tohidlə bağlı, Allahla əlaqəli yanlış fikir sahibi idilər. Allaha baxışları yanlış idi. Peyğəmbər la ilahə illallah şüarını gətirəndə bunlar çox təəccüb elədilər. La ilahə illallah, yəni Allahdan başqa məbud yoxdur. Bunlar çox təəccüb elədilər. Hətta Quranda ayədir, baxın. Acibu ən cəəhum munzir minhum və qaləl kafirun haza sahirun kəzzəb. Deyir, bunlar neyədilər? Təəccüb elədilər, bu kimdir? Gəlib Allah deyir, təkdir, belə ki, ondan başqa bir ilah yoxdur. Davamına baxın. Əcəaləl alihə ilahən vahid. Biz bu qədər ilahlar qərar vermişik, bizim ilahlarımız çoxdur axı. Bu gəlirdi, bir dənə ilah var, o da Allah tutardı, getdi. Buna təəccüb eləyirlər. Yəni, belə Allah olar. Bunların fikrində bu idi ki, Allah yaradıb, çəkilib kənara, ilahlar var. İndi o ilahlar kimlərdir? Mələklərdir, cinlərdir, hər kimdir. Onlar küllü aləmi idarə edir və o ilahları sitayiş eləmək üçün, ibadət eləmək üçün bütlər düzəldirdilər, ona bənzədirdilər və başlayırdılar o bütü simvolik olaraq ətrafında ibadət eləməyə. Hətta bəziləri artıq o bütün özünü ilah görürdü. Nəinki simvolik baxırdı. Bu özü bir dənə mövzudur. Bunlar deyirdi ki, bizim özümüz də Allah yaradıb çəkilib. Yəni Allahın qarışacağı yoxdur, idarə edən bütlərdir. O ilahlardır. Onlar indi mələklər də olar, cinlər də olar öz aləmində. Məsələyə belə baxırdılar. Bunlar tohidi olan baxışı budur. Peyğəmbər də gəldi, la ilahə illallah, qulu la ilahə illallah, tuflihu. Deyün, la ilahə illallah nicat tapın. Deyün, bir dənədir. Tamamən bunların sistemi çöküb. Tamamən bunların fikrini dağıdıb Peyğəmbər. Dilə, bu nə tohiddir? Hətta bunlar dilə heç Məsih belə bu cür danışmıyor. Bunların öz aləmində belə idi axı. Çünki xristiyanlıq təhrif olunmuşdu. Heç Məsih deyirdi belə deməyib. Bunlar haradan çıxartdı bu sözləri? Yəni, bunlar da inanclı idilər. Demirəm, inancsız idilər. Hətta Əbu Cəhilin, gedin baxın, Əbu Cəhil Bədir müharibəsində üzün tutur səmaya, deyir, İlahi, bizim dinimiz qədim dindir, onların dini yeni çıxıb, sən özün kömək elə bizə. Bunları dua eləyir. Sanki Peyğəmbərlər deyirlər, bidət eləyirsən. Həqiqətdən danışana deyirlər, bidət eləyirsən. Çox qəribədir. O dönəmdə də bu söz var idi. Bidət elədin, bidət elədin. Bir söz deyə bilmirsən. Bunu Peyğəmbərə deyiblər bunu. Quranda ayəyə baxın. Qul mə kuntu bid'an minər rusuli. Mən bidət gətirməmişəm.
Mənim gətirdiyim yol həmən yoldur. O həqiqət yolu, o həmən xəttdir. Mən başqa xətt gətirməmişəm. Süz-süz xəttdən çıxan. Süz-süz o yoldan sapınan. Düz yolda gedənlərə də deyirsiniz, əyri yoldasan. Özün çıxmısan yoldan. Yaxşı. Bu birinci səbəb. Niyə dayanmışdılar bu Qureyş, bu Məkkə müşrikləri Peyğəmbərin qabağında? İkinci səbəb nə idi? Nüfuzun əldən çıxması. Bu böyük səbəblərdən biri idi. Bu sonraki hadisələrə də özünü göstərib. Nüfuzun əldən çıxması. Bunlar baxırdı, görürdü ki, bizim nüfuzumuz əldən gedir. Sufyan nüfuzum əldən gedir. Əbu Cəhil nüfuzum əldən gedir. Çünki nüfuz bunların bütü idi. Müşriklər, ələl-xüsus Qureyş, əgər Peyğəmbərin Peyğəmbərliyini qəbul eləsələr, nüfuzları itir. Nüfuzları ilə toqquşub. Söz sahibi olmayacaqlar artıq. Eyni zamanda başqa qəbilələr ki var idi, onlarla rəqabətdədir. Onlara qarşı cəsarət tapacaqdı. Bunlar qorxurdular bundan. Maraqlı məqam deyirəm sizə, Əbu Talibə gəlib deyirlər ki, bu Qureyş, müşriklər. Əbu Talibi bizə neyinə? Peyğəmbəri bizə təslim elə. Əbu Talib əzəmətli kişi idi. Hörməti var idi, izzəti var idi. Sabahki söhbətlərimdən, bəlkə də büyüsünkü söhbətlərimdən, yox, bir cümlə götürürəm oradan deyirəm sizə. Əbu Talib İslamını gizlətmişdi ki, Peyğəmbəri qorusun. Bu Əbu Talibin əzəməti idi. Sizə sübutlarını deyəcəm. Əbu Talibin adı şəhid olmuşdu, adı. Siz nə deməkdir? Adını qurban vermişdi, eybi yoxdur, məni necə tanıyırsınız, tanıyım, mən Peyğəmbəri tək qoruyum. Ona Peyğəmbərə gəlirdilər. Əgər desəydim, mən zahirdə də bilinsəydi müsəlmanım, artıq onun yanında bir başqa cür hesab kitab aparacaqdılar. Amma özünü elə göstərmirdi, öz adını qurban vermişdi, İslamın adı yaşasın. Peyğəmbərin adı yaşasın. Öz adını Peyğəmbər adına qurban verdi. Can qurban verməkdən bəzi vaxtlar çətindir ad qurban vermək. Bütün işi elə, amma bilməsinlər sən eləyirsən. Oğul istəyir. Oğul istəyir. Sən adıvı qurban edirsən, Allah adıvı tarixə yazar. Adı şəhid olub. Qurban verib. Gələdilər Əbu Talib. Bəli. Bizə təslim elə Peyğəmbəri. Bizə onu təslim eləməlisin. Niyə? Çünki o bizim dinimizi dəyişmək istəyir. Elə bir vəziyyətə gəlib çatdıracaq, biz ərəblə cəng eləyəcəyik. Ona görə onu bizə verginə. Əbu Talib verməyib, söz onu deyil, mən danışacağım inşallah. Peyğəmbərə nə deyirdilər? Nüfuzlarını itirmiş, qorxurdular axı nüfuzuna doğru. Deyirdilər, sən çox bəd adamsan. Peyğəmbərə deyirdilər. Sən çox bəd adamsan. Sən gələndən işlərimiz qaçışıb. Sən gəldin, ərəblər içərisində abrımızı apardın. Sən ixtilaf yaradırsan. İxtilaf yaratmaq, kaş onun ayəsini yazaydım. İxtilaf həmişə pisdir məgər. Bu özü bir dənə mövzudur. İxtilaf həmişə pisdir, yoxsa yaxşıdır. Hədə gələ ixtilaf olsun ki, həqiqətlər üzə çıxsın. Peyğəmbər də bu cürlər irad tuturdular. İkinci səbəb bu idi, nüfuzlarına toqquşurdu. Üçüncü nə idi? Üçüncü məsələ bu idi ki, Qureyşin içindəki tayfalar var idi. Ələl-xüsus Bəni Haşimlə ürəkləri tutmurdu. Bəni Haşimi gözləri götürmürdü. Laqələ izah verim inşallah. Çünki Bəni Haşim çox nüfuzlu nəsil idi. Bəni Üməyyə də ələl-xüsus Bəni Üməyyə bunu həzm edə bilməyib. Ələl-xüsus özü əvvəli var, sabiqəsi var, əvvəl gündən həzm edə bilməyib. Əbu Cəhil deyirdi ki, Bəni Haşim itam elədi, Allahın yolunda nəsə yedirtdilər, rəqabət elədik, biz də yedirtdik. Pullarını xərclədilər, biz də pul xərclədik, rəqabət elədik, rəqabət edə bildik. Amma elə ki, gəldilər bizdən Peyğəmbər, da biz rəqabət edə bilmirik ki. Bunlar deyir, bizim Peyğəmbərimiz var, ona vəhy olur, biz onun qabağına nə qoyacaq, ona görə biz onu qəbul edə bilmərik.
Bax, bu mövzu çox ciddi mövzu idi. Bəni Haşim əvvəldən başı bəlalı idi. Əmirül-Mömin də Bəni Haşimdir. Peyğəmbər də Bəni Haşimdir. Peyğəmbərdən sonraki mübarizə Əmirül-Möminlə gedəcək. Sırf imam olmaq məsələ deyil burada. Məsələ daha ciddidir. Allah vəlisidir. Bir dönəm Peyğəmbər də Allah vəlisi, bir dönəm Əli idi Allah vəlisi. Bir dönəm Peyğəmbərlə mübarizə aparıblar, bir dönəm Əli əleyhissalamla mübarizə aparıblar. Əmmar bunu yaxşı izah eləyirdi. Əmmar dedi ki, sizin həmənki adamlarsınız. Bədirdə Peyğəmbərlə mübarizə apardınız, indi gəlmişsiniz Süffeyndə məsələn mübarizə aparırsınız. Heç nə dəyişilməyib, adınız dəyişilib. Küfür libasını çıxartmışsınız, nifaq libasını giyinmişsiniz. Mübarizə həmən mübarizədir, yol həmən yoldur, Allah vəlisidir. Bir dönəm Peyğəmbər, bir dönəm Əli. Həqiqət yolunun davamı.